Salam dəyərli izləyicilər. Biz bugün sizinlə 6-cı sinifdən səhifə 89 və 90-cı o səhifədə olan çalışmaları izah edəcəyik. Deməli, başlayırıq birinci misaldan. İzah etdikcə çalışacağım qaydaları yada salmağa, ona uyğun şəkildə həll etməyə. Başlayırıq birinci çalışmada. Hər məlumata uyğun ədədi müsbət yaxud mənfi işarə ilə yazın. Birincidə dəniz səviyyəsindən 100 metr aşağı, yəni dəniz səviyyəsi 0 metrdirsə, bundan 100 metr aşağı mənfi 100 olacaq, elə deyilmi? Yəni bu mənfiyi göstərir. Giriş mərtəbəsindən 2 mərtəbə yuxarı. Yəni tutaq ki, bu binadır, bu giriş mərtəbəsidir, 2 mərtəbə yuxarı. Yəni burası 0-dırsa 1, 2. Deməli, müsbət göstərir. Hesaba 400 manat əlavə eləmək. Yəni, sənin 800 manatın varsa 400 manat da gəldi, olacaq 1200 manat. Müsbətdir. Oyundan 5 xal uduzmaq mənfiyə gedir, yəni. 5 xal çıxmaq deməkdir. Çıx 5 deməkdir bu. Belə başa düşək. Yəni, bu çıx 100 deməkdir. Bu plus 2 deməkdir. Bu plus 400 deməkdir. Bu da çıx 5 deməkdir. Ona görə bu da mənfi olur. İkinci çalışmaya baxırıq. Verilən ədədlərə əsasən suallara cavab verin. Ən böyük mənfi ədəd hansıdır? Bunların içərisində ən böyük mənfi ədəd hansı olacaq? 1. Yəni, məlumdur ki, mənfilərdə bu qayda tərsinədir. Belə bir ədəd oxucaqsək 0. Bu istiqaməti artandır, elə deyilmi? Artandır. Yəni, burada mənfi 1, burada tutaq ki, mənfi 18 varsa, təbii ki, mənfi 1 böyükdür. Bu tərəfdən 1 başlayır, buradan 2 başlayır, yəni 2 1-dən böyük olacaq. Mənfi 1 18-dən böyük olacaq. Ən böyük mənfi ədədimiz demək olacaq mənfi 1. Ən kiçik ədəd hansıdır? Ən kiçik ədəd deyir. Mənfi müsbət demir. Ümumiyyətlə, ən kiçik ədəd deyirsə, mənfi 18 götürürük. Ən böyük ədəd ilə ən kiçik ədədin fərqi neçəyə bərabərdir? Ən böyük ədəd, burada biz tapırıq, müsbətlərə baxacaq, 21. Ən böyük ədəd ilə 21 ilə ən kiçik ədədin fərqi, yəni mənfi 18-in fərqi. Diqqət eləsək, mənfiyi biz mənfiyə vuranda bu müsbət eləyəcək. Bunu növbəti mövzularda keçəcəyik. Mənfi mənfiyə vuranda. Bu mötərizənin əvvəlində mənfidir. Daxildə də mənfidir. Onda bu neçə eləyir? Müsbətlə eləyir. Yəni, bir-birinə vuranda müsbət. 21-in üstü 18 gələndə neçə eləyəcək? 39 deməkdir bu. Ən böyük mənfi və ən kiçik müsbət ədədin cəmi neçəyə bərabərdir? Ən böyük mənfi ədəd və ən kiçik müsbət ədəd. Ən böyük mənfi ədədi tapırıq, mənfi 1. Ən kiçik müsbət ədəd burada 5. Bunların cəmi. Buna mənfi 1 üstə gəl 5. 5 çıxılsın 1 deməkdir, elə deyilmi? Yerlərini dəyişirik də. Yəni, mənfi 1 bu tərəfə keçirik. 5-in də qabağında bərabərlikdən sonra direkt müsbət yaza bilmirik. Yəni, mənfi 1 plus 5 bərabərdir. 5 çıxılsın 1, o da bərabərdir 4. Üçüncü çalışmaya baxırıq. Verilən ədədləri dairədəki ədədlə müqayisə edin. Aha. Gəlin bunu buradan yazaq. Deməli, üçüncü çalışma. Dairədəki ədədimiz mənfi 2-dir. Gəlir mənfi 4. Belə olanda ədəd oxununda 0 tərəfdə hansı olacaq? Mənfi 2 demək, mənfi 2 böyükdür. Sonra mənfi 2 ilə 0. 0 təbii ki, mənfi 2-dən böyük olacaq. Mənfi 2 ilə 12. Müsbət ədəd hər zaman mənfidən böyük olacaq. Mənfi 2 ilə mənfi 9. Mənfilərdə hansı 0-a yaxındır? Mənfi 2. Deməli, mənfi 2 böyük olacaq. B variantına baxırıq. Bu A variantı idi. B variantında mənfi 6 ilə müqayisə etməyi deyir. Mənfi 6 və mənfi 5. Hansı 0-a yaxındır? Mənfi 5. Sonra mənfi 6 ilə mənfi 7. Hansı 0-a yaxındır? Mənfi 6. Deməli, mənfi 6 böyük olacaq. Mənfi 6 və 0. Təbii ki, 0 böyük olacaq. Mənfi 6 və 12. Müsbət ədəd hər zaman mənfidən böyük olacaq. C variantına baxırıq. Mənfi 8. Mənfi 8 və mənfi 1. Mənfi 1 böyük olacaq. Yəni, mənfi ədədlərdə tərsinədir. Böyük görünən ədəd kiçik olacaq, kiçik görünən ədədlər böyük olacaq. Müsbət istiqamətdən baxsaq, yəni.
Mənfi 8 və mənfi 8 bərabərdir. Mənfi 8 0, 0 böyükdür. Mənfi 8 və 8 təbii ki, müsbət ədəd böyükdür. Dördüncü çalışmaya baxırıq. Sıralayın artan sıra ilə. Lövhəmizi yenə silək. Deməli, dördüncü çalışma. Artan sıra ilə düzün deyəndə A variantına baxırıq. Bunların içərisində ən böyük, ən kiçik mənfi 10 elə deyilmi? Mənfi 10, mənfi 7, mənfi 5, daha doğrusu bu müsbət 5'dir. Bunu qaytaraq. Mənfi 10, mənfi 7, mənfi 1 və 5. Bu formada gedəcək. İkinciyə baxırıq. Elə üzərində işləyəcəm. Mənfi 11, mənfi 8, mənfi 2. Mənfilərlə işimiz bitdi. Müsbətləri də bildiyimiz qaydada yazırıq. 2, 5. C variantına baxırıq. Burada ən böyük görünən mənfi 201'dir, amma mənfi olduğundan ən kiçik olacaq. Mənfi 140, mənfi 105. Mənfilərlə işimiz bitdi, elə deyilmi? Qaldı müsbət 0, 110 və 200. Azalan sıra deyir burada. Azalan sıra deyirsə, deməli 0 içlərində ən böyükdür. Sonra mənfi 3, mənfi 6 və mənfi 9. Burada ən böyüyü götürürük və azalan sıra ilə gedirik. 28, mənfi 4, mənfi 5, mənfi 21, mənfi 32. Bura baxsaq, ən böyüyümüz yenə burada 30'dur, sonra 28'dir. İndi mənfilərə baxsaq. Mənfi 50, daha doğrusu mənfi 40, mənfi 50, mənfi 110 və mənfi 115. Bu da ən kiçik ədədimiz olacaq. Növbəti misalımıza keçirik. 5-ci. Boş xanalara uyğun 3 tam ədəd yazın. Özümüzdən 3 tam ədəd yazmağımızı istəyir buradan. Deməli, mənfi 4, burada 2 ədəd mənfi 4'dən böyük olar. Bir dəfə bura mənfi 3 verək, bir dəfə 0 verək, bir dəfə də 3 verək. Diqqət eləsək, hamısı mənfi 4'dən böyük olacaq. Bura bir dəfə 1 versək, yəni bu işarə nə işarəsidir? Həm özü ola bilər, həm də məsələn bu bərabər işarə vardı altında. Bir də belə ola bilər. Hər iki bərabərlik doğrudur. İndi burada bir bölüm, məsələn bura 0 yaza bilərik. 0, 1 0'dan böyükdür və yaxud da mənfi 1. Burada 0 ilə mənfi 6 arasında hər hansı ədədləri 3 ədədi verə bilərik. Mənfi 5 verirəm mən, mənfi 4, mənfi 1. Burada mənfi 1'dən böyük olsun. 0, bura 1, müsbət 1. Burada elə içini versək, bərabər işarəsi var deyə ödəyəcək. Yəni 2 böyükdür, bərabərdir gedir. Növbəti misala baxırıq. Aha, yenə məsələn bura bir dəfə mənfi 1 vermək olar, bir dəfə 0 vermək olar, bir dəfə də 1 vermək olar. Bura mənfi 5 vermək olar, elə deyilmi? Çünki böyükdür, bərabərdir var işarədə. Sonra mənfi 3 verirəm, bir dəfə də mənfi 2 verirəm. Növbəti ədəd oxunan, ədəd oxunda qeyd olunan nöqtələrə uyğun ədədləri çərçivədəki ədədlər arasında seçin. Bu ədədlərin cəmi və fərqini tapın. Deməli, ədəd oxunda qeyd olunan nöqtələrə uyğun, yəni məsələn, indi belə izah eləsək, biraz da böyüdək. Mənfi 6 və mənfi 4 hansı ədəd ola bilər? Arasında mənfi 5. Eləmi? Yəni, belə saysaq 0, 1, 2, 3, mənfi 4, yəni mənfi 5, mənfi 6 bu istiqamətə. Sonra 0 ilə 2 arasında da bunlardan hansı ədəd gedər? Təbii ki 1. 0, 1, 2, 3, 4, yəni müsbət bildiyimiz istiqamətdir. Burada 0, 1, 2, 3, 4 belə gedirsə, yəni bu istiqamətdə saysaq, mənfi 8, sonra mənfi 9 gələcək bura, mənfi 10, mənfi 11, mənfi 12 bu istiqamətdə.
Burada 4 ilə 8 arasında bildiyimiz müsbətlərdən hansı ola bilər? 7 təbii ki. Bu istiqamətdə də baxsaq. Burada deməli mənfi 6 ilə mənfi 12 arasında ədədlər olmalıdır. Bu 4 getdi, elə deyilmi? Bu da 13-də bu tərəfə düşür deyə olmayacaq. Deməli biz buraya yazırıq mənfi 8, burada yazırıq mənfi 10. Növbəti hesablayın və müqayisə edin. Deməli burada mənfi 2 və 10-un cəmi neçə eləyir? Bu mənfi 2 üstəgəlsin 10 nə deməkdir? Əslində 10 çıxılsın 2 deməkdir. Yerlərini dəyişəndə eləyəcək 8. Bu bizə bura verir 8. 8 böyükdür mənfi 4. Təbii ki 8. Burada mənfi 3 üstəgəl 11 nə deməkdir? Yerlərini dəyişək. 11 çıxılsın 3 deməkdir. 8. Bu hiss edəcək 8. Burada mənfi 8. Yenə müsbət ədəd mənfidən böyük olduğu üçün B variantı olacaq. C variantına baxırıq. Burada hər ikisi mənfidir. Belə olanda nəyə çevrilirdi? Müsbətə. Yəni 5 üstə gəlinsin 1, 3. 3-dən 8 çıxanda. 8-dən çıxan neçə eləyir? 5. 3-dən 8 çıxan neçə eləyir? Mənfi 5. Yəni bu hiss eləyəcək mənfi 5. 3, biri müsbətdir, biri mənfidir. Eyni elə bil ədədin qarşısında müxtəlif şərlər varsa, məsələn, biri mənfi A-dır, biri A-dır. Bunların cəmi nə demək əslində? Yerlərini dəyişək, A çıx, yəni müsbət A çıx, A deməkdir, o da eləyir 0. Yəni burası 0, mənfi 5 böyükdür, 0 böyükdür, təbii ki 0 mənfi 5-dən böyükdür. Növbətiyə baxırıq, 4 üstəgəl 6, 10. 10 çıx 4 deməkdir bu. Müsbət ilə mənfinin hasili mənfi deməkdir. 10 çıx 4 neçə eləyəcək? 6. Burada mənfi ilə mənfinin hasili nə deməkdir? Müsbət. Mənfi mənfiyə vuranda müsbət edilir. Yəni 5-i 1-ə vuranda da, daha doğrusu müsbət. Buradan da 5 üstəgəl 1 deməkdir. O da neçə eləyir? 4. Moduldan həmişə nə çıxacaq? Müsbət çıxacaq. Mənfi 6. 2 dənə, biri mənfi 6-dır, biri mənfi 2-dir. Cəmləri neçə eləyəcək? Mənfi 8 eləyəcək də. Yəni eyni işarəli ədədlərin cəmidir. Amma modulda nə çıxacaq? Müsbət 8. Buradan 6 çıxır, eləmi? Buradan da 2 çıxır. Cəmləri burada müsbət 8 eləyəcək. Yəni bərabərdir. Buradan əvvəl mötərizənin içərisini hesablayırıq. Mənfi 2 plus 1 nə deməkdir? Biri mənfidir, biri müsbətdir, toplayırıqsa, yəni 1 çıxılsın 2 deməkdir. O da mənfi 1 eləyir. Bu mənfi 1. Yəni burada sonra nə olur? 0 çıxılsın mənfi 1. Bu mənfilər nəyə çevrilir? Müsbətə. Yəni 0 üstəgəl 1 deməkdir. O da bərabər edəcək 1. Bu hissəni biz 1 aldıq. Bura mənfi 5-dir, elə. Moduldan da nə çıxacaq? Müsbət 3 çıxacaq da, elə. Mənfi 5 çıx 3. 2 dənə mənfimiz var da. İkisi də mənfidir. O da eləyəcək nə? Mənfi 8. Burada bu hissədə eləyəcək mənfi 8. Təbii ki 1 mənfi 8-dən böyük olacaq. 8-ə baxırıq. Dəyişənin verilmiş qiymətini, ifadənin qiymətini tapın. A mənfi 2-dir. Bu hissəni də silək. Deməli, A mənfi 2-dirsə, A bərabərdir mənfi 2. Və A çıxılsın mənfi 4 nə deməkdir? A-mızın özünün yerinə gətiririk, qoyuruq mənfi 2-ni. Yəni mənfi 2 çıxılsın mənfi 4. 2 dənə mənfi var, nəyə çevrilir? Müsbətə. Yəni mənfi 2 üstəgəlsin 4 deməkdir bu. Yerlərini dəyişsək, mənfi 2 üstəgəl 4 nə deməkdir əslində? 4 çıx 2 demək idi. Bayaq izah elədiyimiz qaydaya görə o da eləyəcək 2. Bu isə 2 olacaq. B variantına baxırıq. B-miz mənfi 10-dur. 5 üstəgəl mənfi B. B-mizin özü mənfidir, elə deyilmi? Yəni 5 üstəgəlinsin. Bir dəfə belə mənfi qoyuruq. B-nin də qiymətini yerinə qoyuruq. Özü axı B-nin mənfi 10 deməkdir.
bərabərdir. Mənfilər nəyə çevrildi? Müsbətə. Yəni 5 üstəgəlsin 10 bərabərdir 15. Bu isə 15 elədi. Növbəti misala keçirik. M bərabərdir 1. 1. Mənfi M çıx. M-in yerinə mənfisi qalır qabaqda. Bir dənə 1 qoyuruq. Çıxılsın. Bu çıx mənfiyə vuranda nə eləyəcək? Müsbət. Yəni M üstəgəl 6-dır. Mənfi 1 üstəgəl 6, 6 çıx 1 deməkdir, elə deyilmi? O da eləyəcək 5. Növbəti misala baxırıq. X bərabərdir mənfi 2. X mənfi 2-dir. Bunu biz bildik. 8 çıxılsın. Mənfi X-in yerinə nə qoyuruq? Mənfi 2. Üstəgəl 3. Mənfiyə vuranda neçə eləyir? Müsbət. Yəni bərabərdir 8 çıxılsın. Neçə? Müsbət 2. Belə. Üstəgəl 3. O da bərabərdir 9. Uşaqlar, misalda səhvlər olsa, yəni texniki səhvlər falan olsa, rəydə onları düzəldib yazmağı unutmayın. Əlverişli 9, əlverişli üsulla hesablayın. Aha. Uşaqlar 9-u necə yaza bilərik əlverişli üsulla? Mənfiləri 1 yığırıq elə. Mənfiləri 1 yığıb yazırıq. Mənfi, yəni 1 üstə 2 gələndə 3, 3 üstə 3 gələndə 6, 6 üstə 4 gələndə 10, 10 üstə 5 gələndə 15. Bu hissələrdə 15, amma mənfi 15. Bu hissələrdə müsbətdir. O, yəni müsbət qoyuruq. 4 üstə gəl 3, 7, burası 2, 1, 10. Mənfi 15 plus 10 nə deməkdir? 10 çıx 15. 15-dən 10 çıxanda 5. 10-dan 15 çıxanda mənfi 15. Yəni mənfi 15 edəcək. B-yə baxırıq. Yenə mənfiləri 1 götürürük. Mənfi 2, mənfi 4, mənfi 6, mənfi 6 üstə mənfi 6, mənfi 12, mənfi 12 üstə mənfi 8 gələndə mənfi 20, bu da mənfi 30. Yəni bura edəcək mənfi 30. Üstə gəl, qalanlar müsbətdir. 1, 3, 4, 4, 5, 9, 9, 7, 16, 16 ilə də 9, 15. Yəni mənfi 30 üstə gəl 15 nə deməkdir? 15 çıxılsın 30. Normalda 30-dan 15 çıxanda neçə eləyir? 15. 15-dən 30 çıxanda neçə eləyir? Mənfi 15. Çox məşq eləsəz, əslində mənfi müsbət ədədlər alınacağına inanıram. Uşaqlar, burada nəyə diqqət edirik? Mənfi 1, mənfi 2, mənfi 3. Demək, bu haraya qədər gedəcək? Mənfi 21-ə qədər gedəcək. Yəni, biz bu misalı toplasaq, belə yaza bilərik.